bir video görüntü yayılmıştı. Tabii ki mən də münasibət bildirmişdim. Aygün Kazımova, Azərbaycan Respublikası Xalq Artisti Aygün Kazımova səhnədə oxuyarkən, təbii ki, duet ortağı Namiq Qaraçuxurlu idi. Bir belə kişi, bir yoldaş, bir bəy birdən-birə belə rəqs edə və gəldi səhnəyə çıxdı. Aygün Kazımovanın qarşısında rəqs etdi. Bəzi təbii ki, musiqidir də, sümüyünə düşüb, rəqs edib. Hər birimiz fərqli münasibətlər bildirdik. Mənim özüm də paylaşımlar etdim ki, bu kişi nə demək istəyir, Aygün xanıma nə etmək istəyir. Namiq Qaraçuxurlu da dayanıb orada və sakit dayanmışdı. Mənim özüm də dedim ki, Namiq Qaraçuxurlu azından bir dəfə reaksiya ver. Mən də belə münasibət bildirmişdim və təbii ki, Namiq də bu hadisələrə, bu olaylara, bu olanlara münasibət bildirib və deyib ki, bu kişinin çoxları sərxoş olduğunu iddia edirlər. İndi bilmirik elə olub ya yox. Çünki Namiq orada elə oynayarkən, rəqs edərkən Namiq də mahnısını ifa edirdi. Demək, Namiq Qaraçuxurlu sözü gedən şəxslə başqa bir videosunu paylaşaraq həmin kişi ilə bağlı bir video paylaşır. Mən öz niyyətimlə fəxr edən adamam. Bütün incəsənət adamlarını da belə görmək istəyirəm. Bu sizin bir neçə gündür seyr etdiyiniz görüntülərdən 5 dəqiqə öncə baş verən səhnədir. Bu qardaşımız, doğmamız Azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla içindən, daxildən gələn bir sevgini bildirib. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səslədi. Belə bir adamın sosial şəbəkələrdə az qala terrorist kimi təqdim ediblər və güya mən 5 dəqiqə öncə qucaqladım və bu qardaşımızdan qorxmuşam. Təbii ki, Namiq deyib. Ümumiyyətlə, heç kimdən qorxmur, sadəcə olaraq hörmət edir. O da bizim Azərbaycanlımızı Namiq Qaraçuxurlu deyib və terrorist deyil. Təbii ki, o adam biraz çılgın idi. Namiq sadəcə olaraq bilirsiniz niyə? Siz o qədər belə sakit dayandınız, o qədər belə laqeyd baxdınız ki, ona görə biz münasibət bildirdik. Təbii ki, Aygün Kazımova sizin duet ortağınızdır. Bir səhnədə oxumuşsunuz, oxuyursunuz. Təbii ki, özünüz bilərsiniz. Olan hadisələrə də qiyməti təbii ki, biz də veririk, amma siz də verirsiniz. Şükür Allaha, sonuçda hər şey yaxşı oldu.